Təmsil Azərbaycan telekanal izləyiciləri, bugünkü mövzumuz ölkədə gedən son proseslərlə bağlıdır. Belə ki, Dövlət başçısı İlham Əliyev yeni il qabağı bəzi məhkumları sevindirmək istəyir, onların ailələrini sevindirmək istəyir. Məlum oldu ki, Dövlət başçısı İlham Əliyev Milli Məclisə amnistiya aktı təqdim edib. Qanun layihəsi dərc edilməsə də, hakimiyyətə yaxın olan media amnistiyanın 20.000 məhkuma şamil ediləcəyini bildirir. Hakimiyyətə yaxın mətbuat iddia edir ki, Dövlət başçısı İlham Əliyev də Belarusiya variantını, yəni Belarusiya prezidenti Lukashenko kimi siyasi məhbusları da azad edəcək. Bilirsiniz ki, ABŞ-ın təzyiqi ilə Belarusiya prezidenti Lukashenko bir müddət əvvəl 50, 2 gün əvvəl isə 120 nəfər siyasi məhbusu azad edib və ölkədən sürgün edilib. Mənim fikrimcə, biz Belarusiya variantına getməyəcəyik, siyasi məhbusa azad ola bilər və heç bir sürgündən də söhbət ola bilməz. Mən fikirləşirəm ki, 20.000 məhkuma verilməsi şübhəsiz bu məhbuslar arasında siyasi motivlər həbs olunmuş məhkumlar da azad olacaq. Ümid edək, uğura razıyıq. Mən istərdim ki, hər bir siyasi motivlə həbs olunan məhbuslar da, digərlər də öz ailələrinə bu yeni il qabaq qovuşsunlar. Həftəlik Azərbaycan üçün Aqil Mahmudlu.